Paytaxtda yeni yol çəkilir. Bəs hansı ərazilər söküləcək? Məşhur Şəki restoranı tarixə qovuşur. Həmin bazar sökülüb, 4 zolaqlı hərəkət təşkil olunacaq. May ayında təhvil verilməsi gözlənilir. Paytaxtda yeni yol çəkilir, bir sıra ərazilər sökülür. Söhbət Həsən Əliyev küçəsindən metrolun Koroğlu stansiyasına qədər olan yeni yoldan gedir. Yeni yolda ümumilikdə 4 tunel olacaq. Onlardan biri burada inşa olunur. Bu tunel Milli Qəhrəman Albert Aqaronovun heykəlinin yaxınlığında başlayacaq və Köhnə Keşilə bazarının yaxınlığında Əliyar Əliyev küçəsində bitəcək. Tunelin ümumi uzunluğu 429 metrdir. 4 zolaqlı hərəkət təşkil olunacaq. 2 zolaq şəhər istiqamətində, 2 zolaq isə əks istiqamətə. Bu tunelin inşası növbəti ilin mart ayında bitəcək. Ümumilikdə yeni yolun növbəti ilin may ayında təhvil verilməsi gözlənilir. Hazırda biz Həsən Əliyev və Əhməd Rəzəvli küçələrinin kəsişməsindəyik. Burada olan dairəvi hərəkət müvəqqəti ləğv olunub. Bəli, müvəqqəti. Bəzi medialarda məlumat yayılmışdı ki, bu dairəvi hərəkət bir yolluq ləğv olunub, amma belə deyil. Bizim əldə etdiyimiz məlumatlara görə tunelin inşasından sonra dairəvi hərəkət də bərpa olunacaq. Bəs hansı ərazilər söküləcək? Bu briqadanın çalışdığı ərazilərdə, yəni Milli Qəhrəman Albert Aqaronovun heykəlinin önündən Əliyar Əliyev küçəsinə qədər olan hissədə yalnız Şəki restoranının söküldüyü bildirilir. Yeni yol bu ərazidən də keçəcək. Bir vaxtlar məndən arxada Keşilə bazarı var idi, artıq həmin bazar sökülüb. Yalnız həmin bazarın ət satılan hissəsi qalıb və sahibkarlar fəaliyyətini davam etdirirlər və yeni yol buradan Koroğlu metro stansiyasına qədər uzanacaq. Bu ərazidə də bir sıra obyektlər söküləcək. Məsələn, bizdən geridə bir vaxtlar çayxana fəaliyyət göstərirdi. Artıq o obyekt fəaliyyətini dayandırıb, yəni obyekti söküblər. Eyni zamanda yolun digər hissəsində olan bir sıra obyektlərin də söküləcəyi bildirilir. Bura Ulduz metro stansiyası yaxınlığıdır. Bir neçə əvvəl buranı çəkib sizə təqdim etmişdi və tikinti işlərinə başlanılmışdı həmin zaman. Artıq ərazidə yeraltı piyada keçidi çəkilib, tamamlanıb. Hazırda digər işlər icra olunur və burada yol çəkiləcək. Hansı ki, bu yol qeyd etdiyimiz kimi Koroğlu metro stansiyasına qədər uzanacaq. Artıq ərazidə bir sıra evlər, obyektlər sökülüb. Bura plana düşəcək yeni yolun tikintisi ilə bağlı. Bəli, bəli, düşür. Azəryol tərəfindən də dəfələrlə gəlinib, gəlib gediblər. Mənzillər çəkilib, ölçülüb, biçilib, amma hələ də bir xəbər yoxdur. Yəni, amma gəlib gediblər, bəli. Nə deyirlər sizə? İndi belə bu həftə, o həftə belə gözləyin gələcəyik, hələ ki gözləyirik. Buranın yarısı məcburi köçkünlərdir, hamısı məcburi köçkünlərdir, yəni burada yaşayanlar. Yarısını köçürtdülər, yəni onları kvadratına pul verdilər, köçürtdülər. Yarısını da deyirlər ki, hissə sonra gəlib köçürəcəklər.